Vahabilər torpağa səzdə eləməyi inkar edirlər və şiələri torpağa səzdə elədiklərinə görə həmişə ittiham edirlər. Bir halda ki, onların ən səhih mənbələrində gəlib ki, Peyğəmbər sallallahu və onun ən böyük səhabələri torpağa səzdə eləyirlər. Müslim özünün Səhih kitabında 1-ci cilddə 101-ci səhifədə və həmçinin Məcmuəz-Zəvaid kitabında 2-ci cilddə 57-ci səhifədə bu hədis nəql olunur ki, Ənəs deyir, Peyğəmbər sallallahu Həsənin üzərinə səzdə eləyirdi və onun üstündə də namaz qılardı. Əs-Sünənül Kubra kitabında 2-ci cilddə 439-cu səhifədə bu hədis nəql olunur ki, Cabir ibn Abdullah Ənsari dedi ki, Peyğəmbər sallallahu və sallam əleyhinə namaz qıldım. Həmən vaxtı əlimə bir ovuc daş götürdüm ki, səzdə vaxtı alnımın altına qoyaram, çünki daşlar istəyir. İndi biz vahabilərdən 2 dənə sualımız var. Birinci sual budur ki, əgər ki belədir, yəni Peyğəmbər sallallahu və yaxın səhabələri daşlara səzdə eləyirdilər, siz hansı dəlilə əsasən şiələrə etiraz edirsiniz? Əgər ki belə oldu ki, Peyğəmbər sallallahu ya daşa, ya həsrə səzdə eləyirdi, siz hansı dəlilə əsasən xalçaya səzdə eləyirsiniz?